Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ərəb dilindən silsilə dərslərimiz davam edir. Və bugün biz Mədinə Tədris kursunun ikinci kitabının ikinci dərsini keçəcəyik. Bu dərsdə biz ilk növbədə leysə inkar feilini öyrənəcəyik. Bu mövzuya keçməmişdən əvvəl mən xatırlatmaq istəyirdim ki, keçən dərsimizdə biz ən-nəvasixlərdən danışdıq və bildik ki, ən-nəvasix sözlər ismi cümləyə daxil olur və ismi cümləyə təsir baxımından üç yerə bölünürdü. Birinci qrup innə və əxavatuhə, yəni innə və ona bənzər ədadlar və innə və əxavatuhə bildik ki, ismi cümləyə daxil olduqda mübtədanı nasb edir, yəni mübtədanı təsirlikdə edir. Mübtədanı nasb edir. Xəbəri isə raf, yəni adlıq halda edir. Məsələn, Hamidun, talibun, innə daxil olduqdan sonra innə və ya innəyə bənzər olan deməli, ədadlardan biri daxil olduqda innə hamidən, yəni mübtəda nasb halda olacaq. Xəbər isə raf halda qalır və bu zaman hamidun mübtəda deyil, ismu innə adlanır. İsmu innə. Xəbər isə xəbəru innə adlanır. İkinci qrup dedik ki, nəvasixlərin ikinci qrupu kənə və əxavatuhə, kənə və ona bənzər feillər və dedik ki, kənə və əxavatuhə naqis feillərdir və naqis feil dedikdə, yəni deməli, hərəkət bildirmir bu feillər, deməli, feil adlanmasına səbəb feilin əlamətlərini qəbul edir, lakin hərəkət bildirmir və köməkçi feillər olduğundan naqis feillər adlanır. Yəni, başqa sözlə desək, deməli, feildə hərəkət olmur, feilin faili olmur və bu barədə biz gələcəkdə ətraflı danışacağıq inşallah. Və kənə və əxavatı, bunlardan kənə və ona bənzər feillər, bunlar daxil olur ismi cümləyə, mübtədanı raf, yəni adlıq halda edir. Xəbəri isə nasb, yəni təsirli halda edir. Və bu günlər biz kənə və əxavatuhə, yəni kənənin deməli bənzər feillərdən biri olan leysə barədə danışacağıq. Üçüncü qrup isə zannə və əxavatuhə və dedik ki, zannə və əxavatuhə və ona bənzər feillər həm mübtədanı, həm də xəbəri deməli nasb halda edirlər. Yəni mənsub edirlər. İndi isə keçək mövzumuza, yəni kənə və əxavatuhə, deməli, kənəyə bənzər olan feillərdən biri olan leysə barədə danışaq. Leysə inkar feili kənənin bacılarındandır, yəni kənəyə bənzər deməli feillərdən biridir. Yəni o deməkdir ki, leysə inkar feili ismi cümlələrə daxil olur. Leysə inkar feili ismi cümlələrə daxil olur. İsmi cümlələrə
daxil olub mübtədanı raf halında edir, yəni adlıq halda edir, raf halda edir. Başqa sözlə desək, damma edir. Xəbəri isə nasb halda edir. Başqa sözlə desək, fəthə edir. Və mənası isə xəbəri indiki zamanda inkar edir. Yəni deyil mənasını verir. Məsələn, tutaq ki, biz bura bir ismi cümlə yazaq. Məsələn, Hamidun talibun. Həmid tələbədir. Həmid burada mübtədadır. Talibun isə xəbərdir. Dediyimiz kimi burada leysə daxil olur bu cümləyə. Leysə Hamidun və mübtəda olduğu kimi raf halda qalır. Xəbər isə nasb halda olur. Leysə Hamidun talibən. Talibun deyil, olacaq talibən. Leysə Hamidun talibən və mənası Həmid tələbə deyil kimi olacaq. Və gördüyümüz kimi və bu zaman mübtəda dəyişib olacaq ismu leysə, yəni leysənin ismi, xəbər isə xəbəru leysə adlanacaq. Xəbəru leysə. Və həmçinin digər ismi cümlələrə də daxil olması bu qaydadadır. Və burada bir şey qeyd edim ki, çox vaxt, yəni bu leysə inkar feilinə xas olan bir xüsusiyyətdir ki, çox vaxt leysə naqis feilinin deməli xəbəri bi hərf-i cəri ilə yanaşı gəlir. Yəni talibən və ya bi talibin kimi də işlənir. Hər ikisi mümkündür. Yəni leysə Hamidun talibən və ya leysə Hamidun bi talibin və bi hərf-i cəri ilə, yəni yanaşı gəlməsi, burada bi hərf-i cəri, yəni zəid, yəni əlavə olunsa da, amma heç bir məna daşımır, sadəcə cümlənin mənasını gücləndirmək üçün işlənir və bu səmaidir, yəni ərəblərdən belə gəlib. Leysə Hamidun talibən və ya leysə Hamidun bi talibin hər ikisi mümkündür. Gördüyümüz kimi leysə feildir, yəni naqis feildir. Leysə bildiyimiz kimi naqis feildir. Və bu leysə naqis feili kənə və ona bənzər olan, yəni kənə və axıvatı və kənənin digər bacılarından deməli fərqi ondan ibarətdir ki, leysə cəmid feildir. Yəni cəmid olması ilə digər kənənin digər bacılarından fərqlənir. Və cəmid sözünün mənası
hərfi mənası bərk deməkdir. Amma burada isə yəni dəyişməz feil. Dəyişməz feildir. Niyə görə buna cəmid deyirlər? Çünki kənənin digər bacıları onların deməli həm keçmiş, həm indiki zaman, həm əmr forması var və bunlar işlənir. Məsələn, kənə yakunu kun. Amma leysə naqis feili isə kənənin digər bacılarından fərqli olaraq ancaq bir formada, yəni keçmiş zaman formasında işlənir. Və keçmiş zaman formasında işlənməsinə baxmayaraq, məna yenə də indiki zamanda xəbəri inkar edir və deyil mənasını verir. Bayaq misal gətirdik. Həmidun, talibun, leysə həmidun bi talibin və ya talibən, yəni həmid indi hal-hazırda tələbə deyil. Və həmçində deməli leysə naqis feili keçmiş zamanda şəxslərdə, yəni adi feillər kimi keçmiş zamanda dəyişərkən şəxs sonluqları qəbul edir və bu zaman məna mən deyiləm, sən deyilsən, o deyil və s. bu kimi mənalar kəsb edir. İndi isə leysə naqis feilinin şəxslərdə deməli şəxs sonluqlarını qəbul etməsinə nəzər yetirək. İlk növbədə şəxsləri yazaq. Şəxsləri yazaq. Məsələn, ənə və bildiyimiz kimi ənə şəxs əvəzliyi deməli keçmiş zamanda feil sukun tu şəxs sonluğunu qəbul edir. Əntə, ənti, əntə sukun tə, ənti sukun ti. Huvada bildiyimiz kimi heç bir şəxs sonluğu yoxdur. Hiyə, ət şəxs sonluğunu qəbul edir. Keçək cəm halına. Nəhnu sukun nə qəbul edir. Entum, kuntum, entunne, kuntunne, hum, vav qəbul edir. Hunne isə sukun nə qəbul edir. Və fikir versək, diqqət etsək görərik ki, bu şəxs sonluqlarına diqqət etsək görərik ki, bəzi şəxs sonluqları feilə qoşulduqda feilin sonunu sukun olmasını tələb edir. Məsələn, sukun tu, sukun tə, sukun ti, sukun nə, sukun tum, sukun tunnə və sukun nə. Amma üçüncü şəxsin kişi cinsi, həmçində üçüncü şəxsin qadın cinsinin təkləri sukun tələb etmir. Həmçində burada deməli üçüncü şəxsin kişi cinsinin cəmi də feilin sonunun sukun olmasını deyil, damma olmasını tələb edir. Və fikir versək, leysə naqis feilinin də ikinci hərfi, ikinci kökü sukundur. Və əgər biz bu şəxs sonluğunu bura daxil etsək, bu zaman sin hərfi sukunlaşmalıdır və tu şəxs sonluğu qoşulmalıdır. Yəni, əslində leystu formasını almalıdır. Və biz ərəb dilində olan sarf qaydasına əsasən, ərəb dilində iki sakin hərf yanaşı gələ bilməz. Və əgər iki yanaşı gələn sakin hərflərdən biri vav və ya yə olarsa, bu zaman deməli zəif olan bu yə hərfi düşəcək və feil lestu formasını alacaq. Deməli, ənə lestu və mənası isə mən deyiləm.
Məsələn, lestu talibən və ya lestu bi talibin. Mən tələbə deyiləm. Və həmçində həmən bu qayda, yəni həmən bu yə hərfinin düşməsi digər deməli feilin sonu sukunlaşdıran şəxs sonluqlarında da baş verir. Əntədə olacaq lestə. Gördüyümüz kimi burada yə hərfi yenə düşdü. Yəni lestə, yəni sən deyilsən. Əntidə lesti. Lesti. Huvada heç nə yoxdur, yəni şəxs sonluğu yoxdur. Ona görə də leysə feili olduğu kimi qalacaq. Hiyədə isə yenə də leysət deməli yə hərfi düşməyəcək. Çünki deməli burada feilin sonu sukunlaşmır. Leysət. Daha sonra nəhnuda lesnə yə düşəcək. Çünki feilin sonu sukunlaşır. Lesti sən deyilsən qadın cinsində, leysə o deyil, leysət o deyil qadın cinsində, lesnə biz deyilik, lestum siz deyilsiniz və burada düşəcək. Lestunnə qadın cinsində siz deyilsiniz. Yenə də burada yə düşəcək. Hum burada düşməyəcək, çünki feilin sonu sukunlaşmır və leysu olacaq. Nəhayət hunnə, burada yenə də yə düşəcək və olacaq lesnə. Yəni onlar deyirlər qadın cinsində. Məsələn, belə bir cümlə yazıram. Ənə mühəndisun mən mühəndisəm və biz bu cümləyə əgər leysəni daxil etmək istəsək, bu zaman ənə birinci şəxsdə tu şəxs sonluğu ilə əvəz olunacaq və olacaq lestu bi mühəndisin və ya mühəndisən hər ikisi formanı işlətmək olar. Və mənası mən mühəndis deyiləm. Və həmçində digər şəxslərdə əgər əntə mühəndisun, lestə bi mühəndisin və ya mühəndisən və həmçində ənti və digər şəxslərdə bu qaydada dəyişir. Və bir daha qeyd edirəm, burada yə hərfinin düşməsinə səbəb feilin sonunun sukunlaşması və iki sakin hərfin yanaşı gəlməsi səbəbindən yə hərfi düşür. Amma feilin sonu sukunlaşmayan hallarda isə gördüyümüz kimi yə hərfi olduğu kimi qalmışdır. Bəzi hallarda leysə inkar feili deyil deməli mənasını deyil, başqa bir yoxdur mənasını verir. Məsələn, biz birinci kitabda li əxun belə bir cümlə keçmişdik. Yəni var mənasını, li hərf cərinin var mənasını keçmişdik. Li əxun, mənim qardaşım var. Və biz bilirik ki, bu var mənasını verən cümlələri inkar etmək üçün biz mə ədatından istifadə edirdik və deyirdik ki, mə li əxun, mənim qardaşım yoxdur. Və burada mənin əvəzinə leysədə istifadə etmək olar. Yəni leysə li əxun.
mənim qardaşım yoxdur. Və burada küçük versək, əslinə qalsa, deməli, leysənin ismi burada əxun sözüdür. Xəbər isə önə keçmişdir və buna görə də burada bi hərf cərinə ehtiyac yoxdur. Yəni, başqa sözlə desək, əgər leysənin xəbəri şibhu cümlə, yəni ön qoşma, hərf cər və isimdən ibarət olan və ya zərf və isimdən ibarət olan deməli, ifadə olarsa, bu zaman bi hərf cərinə ehtiyac olmayacaq. Məsələn, mən deyirəm ki, Həmidun fil beyti. Həmid evdədir və ya Həmidun indəl müdiri. Həmid müdürün yanındadır. Burada fil beyti və indəl müdiri bunlar xəbərdir. Həmidun isə isimdir və leysə deməli, naqis feili bura daxil olduqda leysə Həmidun fil beyti və leysə Həmidun indəl müdiri. Gördüyümüz kimi burada deməli, şibhu cümlə, yəni şibhu cümlə dedikdə cümləyə bənzər ifadə, yəni hərf-u cər və isim və ya zərf və isimdən ibarət olan deməli, ifadə. Bunlar, deməli, bir hərf-u cəri bunlara daxil olmur və bunlar özləri hər ikisi təsirli halın yerində olurlar. Və biz bunu gələcək dərslərimizdə inşallah ətraflı biləcəyik. Sadəcə bunu yadda saxlamaq lazımdır ki, əgər leysə daxil olduğu ismi cümlədə xəbər, hərf-u cər və isimdən və ya zərf və isimdən ibarət olan ifadə olarsa, bu zaman leysə deməli, bir hərf-u cər əlavə olunmur və deməli, şibhu cümlə, yəni xəbərdə heç bir dəyişiklik zahirən baş vermir. Amma əgər xəbər tək sözdən, yəni bir sözdən ibarət olarsa, bu zaman bir hərf-u cəri qoşulur. Məsələn, əvvəl yazdığımız kimi Həmidun talibun və ya Həmidun müdərrisun. Yəni, gördüyümüz kimi burada xəbər bir sözdən ibarətdir və bu sözə, bu cümlələrə leysə qoşulduqda bu zaman bir hərf-u cəri qoşula bilir. Leysə Həmidun bi talibin və ya leysə Həmidun bi müdərrisin. Həmid tələbə deyil, Həmid müəllim deyil. Amma şibhu cümlə olduqda isə gördüyümüz kimi, yəni hərf-u cər və ya zərfdən ibarət olanda bir hərf-u cəri qoşulmur. İndi isə keçək ikinci dəstə olan başqa bir mövzuya və bu da ismi cümlələrdə xəbərin mübtədadan qabağa keçməsi. Və bundan əvvəlki dərsimiz, birinci dərsdə biz ismi cümlə barədə danışdıq və dedik ki, ismi cümlə isimlə başlayan cümlələrə deyilir. Məsələn, Həmidun fil beyti. Həmid evdədir. Burada Həmidun mübtədadır. Fil beyti isə şibhu cümlə xəbərdir. Və ya başqa bir cümlə yazaq. Həmidun talibun. Həmid tələbədir. Yenə də burada Həmidun mübtədadır. Talibun isə xəbərdir. Başqa bir cümlə yazıram. Həmidun zəhəbə ilə suqi. Həmid bazara getdi və yenə də burada Həmidun mübtədadır. Zəhəbə ilə suqi isə hamısı feili cümlə xəbərdir. Və ismi cümlədə
Əsas tərtib budur ki, yəni əsasən ismi cümlədə mübtəda həmişə öndə gəlir. Və mübtəda sözünün də lüğəti mənası başlayan deməkdir. Və xəbər isə mübtədadan sonra gəlir. Çünki niyə görə? Xəbər mübtəda barədə verilən, yəni mübtədaya aid olan və mübtədanı vəsf edən söz və ya cümlədir və buna görə də xəbər mübtədadan adətən sonra gəlir. Lakin elə hallar var ki, bu hallarda xəbərlə mübtəda, yəni yerini dəyişə bilər. Başqa sözlə desək, xəbər mübtədadan qabağa keçə bilər. Və bəzi hallarda, məsələn, birinci cümlədə Həmidun fil beyti, bu cümləni fil beyti Həmidun kimi də demək olar. Və yenə də məna dəyişməyəcək. Həmid evdədir kimi deməli tərcümə olunacaq. Çünki biz xəbəri ayıra bilirik və burada da Həmid mübtədadır. Amma müəyyən hallar var ki, bu hallarda, yəni bu halda xəbərin önə keçməsi caizdir, yəni icazəlidir. Yəni belə də demək olar, belə də demək olar. Məsələn, ikinci cümlədə isə demək olmaz. Yəni xəbər mübtədadan önə, xəbər mübtədadan qabağa keçə bilməz. Həmçində bu cümlədə, yəni burada zəhəbə deməli keçirsə artıq feili cümlə əmələ gələcək. Amma bəzi hallar var ki, bu hallarda xəbərin mübtədadan əvvəl gəlməsi vacib olur. Yəni qrammatik cəhətdən xəbərin mübtədadan əvvəl gəlməsi vacib olur və biz bu dərsimizdə iki halı qeyd edəcəyik. Bu hallardan birincisi budur ki, deməli mövzumuz, bir daha təkrar edirəm, ismi cümlədə xəbərin mübtədadan qabağa keçməsi halları. İki halda xəbərin mübtədadan qabağa keçməsi vacib olur. Birinci hal, əgər xəbər sual əvəzliyi olarsa. Yəni, əgər xəbər sual əvəzliyi olarsa və bildiyimiz kimi sual əvəzlikləri həmişə daim cümlənin önündə gəlir və buna görə də sual əvəzliyi, yəni xəbərin mübtədadan qabağa keçməsi vacib olur. Məsələn, mən əntə, sən kimsən? Bu cümlədə mən xəbərdir, əntə isə mübtədadır. Və burada xəbərin mübtədadan önə keçməsinə səbəb sual əvəzliyi olmasıdır. Və yaxud mən Muhammedun, Muhammed kimdir? Və həmçində yenə də burada mən Muhammedun. Burada yenə də Muhammed xəbərdir, Muhammedun isə mübtədadır və burada xəbərin, yəni əsli cümlənin əsli əntə mən və ya Muhammedun mən kimi olmalı idi. Sadəcə burada sual əvəzlikləri daim ərəb dilində qayda belədir ki, sual əvəzlikləri daim cümlənin önündə gəlir və bu səbəbdən də bu mübtədadan əvvəl keçmişdir. Bu birinci hal. İkinci hal isə, yəni mübtədanın xəbərin mübtədadan önə keçməsini vacib edən ikinci hal, əgər mübtəda nəkira, yəni qeyri-müəyyənlikdə, yəni qeyri-müəyyən isim olarsa, nəkira olarsa, xəbər isə
şibhu cümlə. Şibhu cümlə dedikdə əvvəl qeyd etdiyimiz kimi, yəni hərfu cər və isim və ya zərf və isimdən ibarət olarsa və xəbər isə şibhu cümlə olarsa, bu zaman xəbərin mübtədadan qabağa keçməsi vacib olur. Məsələn, və bildiyimiz kimi bu halda xəbər var mənasını verir. Var mənasını verəcək. Məsələn, mən deyirəm ki, fil beyti valedun. Evdə uşaq var. Və burada gördüyümüz kimi valedun mübtədadır. Fil beyti isə xəbərdir. Ümumiyyətlə, bir şey yadda saxlamaq lazımdır ki, ərəb dilində, yəni şibhu cümlə dedikdə, yəni hərfu cər və isim və ya zərf və isim, bu ifadə daim xəbər rolunda çıxış edir cümlədə. Və buna görə də, deməli, xəbər fil beyti valedun mübtədadır, qeyri-müəyyənlikdədir, gördüyümüz kimi əl-artiklsızdır və buna görə də xəbər önə keçib. Və bu cümləni valedun fil beyti kimi demək olmaz. Qadağandır. Və bu halda yenə də xəbər var mənasını verir. Evdə uşaq var. Və yaxud aləl məktəbi kitabun. Aləl məktəbi kitabun. Stolun üzərində kitab var. Və yenə də burada bu mübtədadır. Aləl məktəbi isə xəbərdir. Stolun üzərində kitab var. Və bu cür, yəni xəbəri önə keçmiş ismi cümlələrə innə və ya onun bacılarından biri daxil olsa, məsələn, innə daxil demək istəyirəm ki, həqiqətən evdə uşaq var. İnnə daxil etdikdə bildiyimiz kimi innə mübtədanı nasb edir. Yəni mübtədanı təhsili hala salır və ona görə də mübtəda, baxmayaraq ki, innə ilə mübtəda arasında xəbər gəlib, yəni deməli isim, mübtəda innədən distant vəziyyətdə olmasına baxmayaraq, yenə də innə öz təsirini edərək innə fil beyti vələdən təsir edəcəkdir. Və bu zaman yenə də deməli vələdən olacaq ismu innə. Bu olacaq ismu innə. Fil beyti isə xəbəru innə olacaq. Həmçinin də eyni zamanda aşağıdakı cümlə. Əgər mən demək istəsəm ki, həqiqətən stolun üzərində kitab var, bu zaman deyəcəm ki, innə aləl məktəbi kitəbən. İnnə aləl məktəbi kitəbən. Və bu zaman yenə də burada deməli kitəbən olacaq ismu innə. Bu isə xəbəru innə olacaq. Yəni gördüyümüz kimi burada mübtəda innədən distant vəziyyətdə, yəni arasında xəbər gəlməsinə baxmayaraq, yenə də innə öz təsirini edəcəkdir. Və innə fil beyti vələdən, innə aləl məktəbi kitəbən. Və həmçində, məsələn, li xamsətu ixvatin. Li xamsətu ixvatin. Mənim 5 qardaşım var. Və bu cümlədə yenə də li burada şibhu cümlədir, önə keçib.
və xamsətu ixvatin isə bu izafə olmasına baxmayaraq qeyri-müəyyənlikdədir. Yəni, çünki deməli, hər ikisi qeyri-müəyyən isimdir. Və bildiyimiz kimi qeyri-müəyyən ismə olan izafə də yəni qeyri-müəyyən olur. Mənim 5 qardaşım var və innə bura daxil olsa, olacaq innəli xamsətə və bu təsir edəcəkdir. İnnəli xamsətə ixvatin və yenə də burada li olacaq xabəru innə xamsətu ixvatin, xamsətu isə olacaq ismu innə.